göndərəcəm məhkəmə sədrinə, deyəcəm, xahiş edirəm, açıq-aşkar. Çünki keçən dəfə mən, hakimin adı yadımdan çıxdı, biz getdik, oturduq orada, mən çıxış elədim, mənim çıxışımı kəsdi. Mən də hakimə qayıtdım, dedim ki, başa düşmürəm, sən mən niyə icazə vermirsən danışmağa? Çünki mən danışırdım, bunların işçiləri sadəcə durub baxırdı. Mən danışırdım qanunvericilikdən, mən ispat edirdim ki, bax burada yoxlama tapşırığı var. Bu yoxlama tapşırığının, diqqət edin, nömrəsi olmalıdır, yoxdur. Hətta fikir verin, deməli 2024-cü ildə gələn malı yazıblar 2023. Qardaş, bu aktda, buyurun da, imzalayıblar da, hamısı imzalayıblar. Necə ola bilər axı bu? Nəticə, budur da bunların iş rejimi də. Şahin mənim, budur sizin işim. Mallar ambarda qaldıqca xarab olur, ifbata düşür. Xarab olmağı yoxdur, tikinti mallarıdırlar. Yəni xarab olmağı yoxdur, amma bu dəqiqə yəni demuraj gəlir. Mən $100 sahib maşına verməliyəm. Bunlar da öz bildiklərindədirlər. Dünənləri girdik istati, ispat elədim, sübut elədim. 2 dənə mal üzrə bunların sualı qaldı ki, model marka. Mən də göstərəm ki, qardaş